ən çətin məsələlərdən biri gözləntiləri yaradıb sonra onu idarə etməkdir. Bu biznesdə də belədir, siyasətdə də belədir, mətbuatda da belədir, həyatda da belədir, ailə həyatında da belədir də. Evlənəndə səndən çox şeylər gözləyirlər. Vədlər verir kişilər daha çox. Bəli, gözləntiləri artırırsan, amma sonra onu yerinə yetirə bilmirsən, heç dincəlməyə apara bilmirsən, nəsə ala bilmirsən və o gözləntilərin həddən artıq kəskin şəkildə aşağı düşməsi ailədə belə böhran yaradır. O ki, qalsın cəmiyyətdə və yaxud da dövlət orqanlarında. Mən ona görə bu məsələlərə bu tərəfdən də baxmaq təklif eləyirəm ki, bu bir ayda çox həddindən artıq gözləntilər artmışdır. Ki, böyük dəyişikliklər olacaq, həbslər olacaq, təmizləmə əməliyyatları olacaq. Amma təəssüf ki, hələ ki, bununla bağlı bir addımların ardıcıllığını və məntiqini ən azından görə bilmirik. Bir əllə tutula biləcək bu bir ayda nə oldu? Bir məktub yayımlandı və yaxud da bir sənəd adını deyək, bilmirəm adını nə qoyaq. Məktub yayınlandı, Ramiz Mehdiyevin yazdığı iddia olunan və sonra da köməkçisi həbs olundu və salam. Bir də İlton Məmmədov 3 Bəli, milyon o qaytardı. 3 milyonu qaytardı, o da ümumiyyətlə... Rəsmiydi amma o, ən azı bizim əlimizdəki ən rəsmi məlumat. Amma o da böyük bir biabırçılıqdır əslində. Çünki dövlət büdcəsindən pul oğurlayıb, 3-4 il onu depozitə qoyub, sonra pul qazanıb, geri qaytarmaq, faizini qazanıb cibinə qoymaq belə bir opsiya da yarandı Azərbaycanda. Səndə belə bir imkan və fürsətlər də var imiş bu sistemdə. Yəni, bu nöqteyi nəzərdən baxsaq, gözləntilər həddindən artıq şişdi və bu gözləntilər idarə olunmadı və idarə olunmadığına görə xəyal qırıqlıqları və hətta belə bir ciddi bir məsələdə artıq belə bir yumor və lağlağı obyektinə çevrildi. Halbuki söhbət dövlət çevrilişinə cəhddən gedir. Ən azından bu iddiadan gedir. Doğrudan da o məhkəmənin o qərarını da yaymadılar ən azından. Mən görməmişəm, bilmirəm siz mətbuatın vacib simalarından biri kimi görmüşsünüz yoxsa yox, mən görməmişəm. Yəni, amma ən azından iddia olunan məsələlərdən biri dövlət çevrilişinə cəhd idi. Və bu dövlət çevrilişinə cəhdlə bağlı hansı addımların atılması, biz bunun şahidi olmuruq. Və rəsmi qurumlar susduqca və yaxud da insanları və cəmiyyəti qane edici açıqlamalar vermədikcə bu məsələlər ətrafında belə miflər və hekayələr və əfsanələr də yaranır və bir müddət media meydançası, mən medianı günahlandırmıram, heç vaxt günahlandırmıram, çünki media cəmiyyətin güzgüsüdür, biz nə isə mediada odur. Amma ən azından Ramiz Mehdiyev məsələsindən istifadə edib bir-birlərini vuran qruplaşmaları da gördük, insanları da gördük. Hamı Ramiz Mehdiyevdən, belə deyək də, bir 5 köynək aralı olduğunu sübut etməyə çalışırdı. Halbuki elə insanlar var idi ki, karyerası Ramiz Mehdiyevlə başlamışdı, Ramiz Mehdiyevlə də davam eləmişdi. Yəni, görünən odur ki, bu gözləntiləri idarə edə bilməməsi bu məsələnin qeyri-ciddi bir məsələ olduğunu gündəmə gətirir ki, bu da heç də yaxşı bir şey deyil. Yeganə ən yüksək səviyyədə siyasi bəyanatlardan birini prezidentin yeni təyin olunmuş icra başçıları ilə görüşdə səsləndirdiyi fikirlər oldu ki, mərkəzdən qeyri-qanuni tapşırıqlar verilirmiş icra hakimiyyət orqanlarına. Onlar məsuliyyətdən təbii ki, bunları azad eləmir, amma ən azından məsuliyyətin kökü Bakıda imiş və Bakıdan gedən əmrlər, hansısa bir formada qeyri-qanuni tapşırıqlar regionlarda fəaliyyət göstərən icra başçılarının işində xalqa xidmət yox, kimlərəsə xidməti önə çəkilmiş.